Salam, bugün doğrudan da hər birimizin həyatına birbaşa təsir edən o maraqlı mövzuya zəkanın sirlərinə baş vuracağıq. Gəlin çox səmimi olaq. Adətən ağıllı sözünü eşidəndə beynimizdə dərhal riyaziyyat testləri, mürəkkəb tənliklər və ya məktəbdəki o yüksək qiymətlər canlanır. Düzdür? Bəs əslində zəka doğrudanmı yalnız bunlardan ibarətdir? Bugünkü izahlı təqdimatımızda biz ağıllı olmağın əsl mənasının necə təkamül etdiyinə baxacaq və o məşhur ənənəvi IQ ilə EQ-yə, yəni emosional zəkaya doğru uzanan həqiqətən heyrətamiz bir səyahətə çıxacağıq. İzninizlə başlayaq. Zəka ümumiyyətlə nədir? İndi bir anlıq dayanın və bu qısa, amma əslində çox dərin suala özünüz üçün cavab tapmağa çalışın. Bizə həyatımız boyu daim ağıllı olmaq lazımdır deyilir, ancaq çox nadir hallarda durub bu anlayışın arxasında fəlsəfi və elmi cəhətdən nələrin dayandığını düşünürük, elə deyilmi? Gəlin görə araşdırmalarımız və mənbələrimiz bu məsələni necə aydınlaşdırır? Məsələnin ən təməlinə ensək, zəka və ya ağıl bizim zehni fəaliyyətimizin ən ali formasıdır. Yəni, söhbət sadəcə hansısa quru məlumatları əzbərləməkdən getmir. Bu, universal səviyyədə düşünmək, vəziyyəti təhlil etmək, mücərrədləşdirmək və nəhayət ümumiləşdirmək bacarığıdır. Məsələn, Kant və Hegel kimi böyük fəlsəfəçilər də vurğuluyurdular ki, zəka özünü prinsiplərdə, ideallarda göstərir. Qavrayış, yaddaş, mühakimə yürütmək, bax bunlar, bu nəhəng, mürəkkəb mexanizmin sadəcə tərkib hissələridir. Bir sözlə, zəka, bizim zehnimizin dünyanı necə emal etməsi və ona necə məna qatmasıdır. Deməli, qarşıdakı dəqiqələrdə 4 əsas dayanacağımız olacaq. Birincisi, zəka nəzəriyyələrinin qısa tarixi. İkincisi, Howard Gardnerin irəli sürdüyü 9 zəka növü. Üçüncüsü, emosional zəkanı, yəni EQ-nun əslində nə olduğu. Və nəhayət, dördüncüsü, həyatda bu EQ-nun bizim üçün niyə bu qədər kritik əhəmiyyət daşıdığı. Elə isə çox uzatmadan keçək birinci hissəyə. Zəka nəzəriyyələrinin tarixi. Yaxşı, bəs biz ümumiyyətlə insan zehnini, ağlını ölçmək ideyasına necə gəlib çıxdıq və bu yanaşma zamanla necə dəyişdi? Psixologiya tarixinə baxanda 3 çox böyük, belə deyək, paradigma dəyişikliyi görürük. Hər şey 1939-cu ildə Wechsler'in məşhur IQ testi ilə standartlaşmağa başladı. Amma illər sonra 1983-cü ildə Howard Gardner özünün çoxlu intellekt nəzəriyyəsi ilə oyunun qaydalarından sanki alt-üst etdi. Daha sonra isə 1995-ci ildə Daniel Goleman emosional zəka konsepsiyası ilə ortaya çıxdı və zəka anlayışına tamamilə fərqli, çox daha insan mərkəzli bir ölçü gətirdi. İndi biraz geriyə David Wechsler'a qaydaq. Onun yaratdığı metodologiya zəkaya sadəcə bir rəqəm kimi yox, fərdin ətraf mühitlə necə əlaqə qurması, necə məqsədyönlü davranması kimi çox kompleks bir qabiliyyət kimi baxırdı. Wechsler ilk dəfə zəkanı verbal və qeyri-verbal, yəni şifahi və qeyri-şifahi olaraq iki yerə ayırdı və yaş norma anlayışını kəşf etdi. Təsəvvür edin, sınaq üçün istifadə olunan xüsusi alətlər, müxtəlif bloklar vardı. Bütün bunlar insanların problemləri həm vizual, həm də koqnitiv olaraq əslində necə həll etdiyini ölçmək üçün dizayn edilmişdi. Və bu metod bugün bizim tez-tez eşitdiyimiz o ənənəvi IQ səviyyəsinin təməlini qoydu. Hətta uzun illər yeganə etibarlı zəka göstəricisi olaraq qəbul edildi. İndi isə gəlin ikinci hissəmizə keçid edək. Howard Gardner və onun 9 zəka növü. Bilirsiniz, zaman keçdikcə alimlər fərqinə vardılar ki, bir dəqiqə, zəka təkcə riyazi məsələləri sürətlə həll etmək və ya məntiqi fiqurları tapmaq ola bilməz axı. Məhz 1983-cü ildə Howard Gardner bizi o dar, biraz da stresli olan sən nə qədər ağıllısan sualından uzaqlaşdırdı. Əvəzində çox daha böyük, daha ilhamverici bir sual qoydu ortaya. Sən hansı sahədə ağıllısan? Məsələn, fikir verin, şəxsiyyətlərarası zəkaya malik insanlar var. Onlar başqalarının motivasiyalarını, niyyətlərini və ən əsası duyğularını anlamaqda əsl ekspertdirlər. Onlardan möhtəşəm liderlər çıxır. Yaxud biz adətən ağıllı deyəndə sakitcə oturub kitab oxuyan birini təsəvvür edirik, elə deyilmi? Lakin Gardner sübut etdi ki, bir cərrahın o mürəkkəb aləti ustalıqla tutuşu, bir rəqqasının o qusursuz, heyrətamiz bədən idarəsi və ya heykəltaraşın əl işi, bunların hamısı mükəmməl bir beyin-bədən koordinasiyasıdır və bu, bədən kinestetik zəkadır. Ekzistensial zəka isə fəlsəfəçilərdə tez-tez gördüyümüz həyatın mənası və varlığımız barədə o böyük sualları anlama qabiliyyətidir. Təbii ki, musiqiçi zəkası var, təbiətşünas zəkası var. Siyahı həqiqətən də çox zəngin və rəngarəngdir. Yaxşı, bəs siz özünüzü hansı zəka növünə aid edərdiniz?
İndi sadəcə bir anlıq düşünün. İnsanın tək bir qabiliyyətə deyil, bir çox zəka növlərinin fərqli kombinasiyalarına malik olması faktı əslində hər birimizə içimizdəki o unikal, bənzərsiz gücü kəşf etməyə imkan yaradır. Bəlkə siz riyaziyyata nifrət edirsiniz, rəqəmlər sizi yorur, lakin insanlarla ünsiyyət qurmaqda, yaxud musiqi notlarını hiss etməkdə bənzərsiz bir istedada sahibsiniz. Gardnerə görə elə məhz bu, sizin inanılmaz dərəcədə zəkalı olduğunuzun ən aydın sübutudur. Davam edirik 3-cü hissə ilə. Yaxşı, bəs emosional zəka, qısaca EQ nədir? Gardnerin o inqilabi fikirlərindən sonra biz gəlib çatırıq bu izahlı təqdimatımızın bəlkə də ən mühüm, ən kritik nöqtəsinə. 1995-ci ildə Daniel Goleman tərəfindən məşhurlaşan bu konsepsiyanı, inanın mənə ən gözəl şəkildə Aristotelin məşhur bir fikri izah edir. O deyirdi, hər kəs əsəbiləşə və özündən çıxa bilər. Bunu etmək çox asandır. Ancaq doğru insana, doğru ölçüdə, doğru zamanda, doğru səbəbdən dolayı və doğru şəkildə əsəbiləşmək, bax bu heç də asan deyil. Sözün əsl mənasında vəziyyət tam olaraq budur. Çox vaxt yanlış anlaşılır, amma emosional zəka çox həssas olmaq və ya hər şeyə ağlamaq demək deyil. Bu, sizin sahib olduğunuz o güclü hisslərinizi düzgün şəkildə idarə edə bilmək, onları sanki cılovlamaq və düzgün hədəfə yönəltmək ustalığıdır. Bəs beynimizdə bu mexanizm tam olaraq necə işləyir? Bilirsiniz, bizim qərarlarımızı idarə edən iki fərqli tərəfimiz var. Emosional beyin və düşünən beyin. O, emosional beyin dediyimiz hissə çox sürətlidir, impulsivdir və heç düşünmədən anında reaksiya verir. Məsələn, kimsə sizi özünüzdən çıxarır, ona çox sərt bir söz deyirsiniz və cəmi 5 dəqiqə sonra axı mən bunu niyə dedim deyə peşman olursunuz. Bax o an emosional beynin qələbə çaldığı andır. Bunun tam əksinə düşünən beyin isə rasionaldır, analitikdir. Hadisələrə məntiq çərçivəsindən baxır. Lakin işə düşməsi biraz vaxt alır. Yavaşdır. Buradakı ən qızıl qayda nədir bilirsinizmi? Emosional beyinlə düşünən beyin arasındakı o qısacıq müddəti biz nə qədər çox uzada bilsək, yəni kiməsə dərhal qışqırmaq əvəzinə bircə saniyə dərindən nəfəs alıb düşünsək, öz davranışlarımızı bir o qədər nəzarətdə saxlaya bilərik. Məhz yüksək EQ tam olaraq bu deməkdir. Və nəhayət, 4-cü hissəmiz. Həyatda EQ-nun əhəmiyyəti. Niyə bu bizim üçün bu qədər vacibdir? Bura qədər kifayət qədər fəlsəfi və bioloji nəzəriyyələri müzakirə etdik, düzdür? İndi isə gələn qaydaq reallığa, işin lap praktik tətbiqi hissəsinə. Təsəvvür edin, Forbes jurnalının belə bir məlumatı var. Böyük şirkətlərdə ən yaxşı performans göstərənlərin, karyerasında ən böyük nailiyyətlər əldə edən insanların düz 90%-nin EQ-su, yəni emosional zəkası yüksək səviyyədədir. Bəli, düz 90%. Bu inanılmaz bir rəqəmdir. Digər tərəfdən isə işdə aşağı performans göstərənlərin yalnız %20-si yüksək EQ-ya sahibdir. Yəni dostlar, siz kognitiv olaraq mükəmməl riyaziyyat bilə bilərsiniz, ən çətin kodları yaza bilərsiniz, ancaq bir komanda ilə işləyə bilmirsinizsə, stresli anlarda o emosiyalarınızı idarə edə bilmirsinizsə, təəssüf ki, həyatda və karyerada böyük uğurlar qazanmaq şansınız doğrudan da çox azdır. İndi yəqin ki, yaxşı, bəs mən bu zəkamı necə inkişaf etdirə bilərəm, deyə düşünürsünüz. Mənbələrimiz bunu bizim üçün 3 çox aydın və praktiki addımda xülasə edir. Birinci addım, öz duyğularınızı tanıyın. Siz özünüzdəki o qəzəbin, qorxunun və ya sevincin əsl mənbəyini, sizi əslində nəyin tetiklədiyini bilməlisiniz. İkincisi, duyğuları olduğu kimi qəbul edin. Bizə illərlə cəmiyyətdə qısqanmaq pisdir, qəzəblənmək ayıbdır, bunu gizlət deyiblər. Amma xeyr, duyğular özlüyündə pis deyil. Yalnız o duyğuların doğurduğu davranışlar pis ola bilər. Ona görə də ən mənfi hissləri belə daxilinizdə dərk edib, onları mühakimə etmədən qəbul etməyi öyrənməlisiniz. Və üçüncü, ən vacib addım, məsuliyyəti dərk etmək. Kimsə sizi tənqid edəndə buna açıq olmaq, yaşanan hər bir hadisədən, hər bir münaqişədən dərs çıxararaq problemi öz inkişafınız üçün bir fürsətə çevirmək. Bax bu, sizin emosional baxımdan əslində nə qədər güclü, nə qədər zəkalı olduğunuzu göstərəcək. Və yekun olaraq bu təqdimatımızı çox dərin, bəlkə də bir qədər provokativ bir sualla bitirmək istəyirəm. Hazırda bütün dünya, hər birimiz süni intellektin, yəni C-nin o inanılmaz, qarşısı alınmaz yüksəlişini izləyirik. Hər gün yeni bir heyrətamiz xəbər eşidirik. Bəs yaxşı, süni intellekt heç vaxt qırıq bir qəlbin kədərini hiss etmədən həqiqi, tam mənada əsil zəkaya sahib ola bilərmi? Bəli, bugün maşınlar texniki baxımdan qüsursuz, mükəmməl musiqilər bəstələyə bilirlər. Amma o bəstənin içindəki ayrılıq sarsıntısı, o insan ruhunun dərin incəlikləri, o ağrı yoxdur axı. Niyə? Çünki süni intellekt heç vaxt sevməyib. Zəka dediyimiz şey yalnız soyuq riyazi hesablama deyil. Zəka eyni zamanda empatiyadır, sevgidir, dərk etmədir və insanın o bənzərsiz, bəzən xaotik, amma çox gözəl iç dünyasını idarə etmək sənətidir.
Ona görə də öz emosional zəkanıza dəyər verin, onu inkişaf etdirin. Çünki bu bizi həqiqətən insan edən, bizi maşınlardan fərqləndirən ən böyük, ən əvəz olunmaz gücümüzdür. İzlədiyiniz və öyrənməyə həmişə açıq olduğunuz üçün çox təşəkkür edirəm. Növbəti izahlı təqdimatlarımızda yenidən görüşmək ümidi ilə hələlik.